Herkese günaydın deyirəm və beklenen o an sual-cavab videosu istəmişdiniz. Mən də başlayıram. Deməli, bu videoda yazmışdım da nə qədər var? 96 dənə sual var. Sağ olun, hələ bir neçə suallarda 10 dənə sual qoymuşsunuz. Bir mesaj gəlib, 10 dənə sual gəlib. İndi başlayırıq deməli. Girək, birinci sualımızdan başlayaq. Həyat hikayəni bilmək istəyərdim. Özələ çox qarışmıram, bunu hamınız çoxunuz bilirsiniz. Çox da özəldən danışmıram. Həyat hikayəm, inanın ki, danışsam həm nağıl, həm kino olub. Danışsam heç burada yerləşən deyil də. Elə çox özəli vermək istəmirəm. Sonra ikinci sual, bir mesajda 3 dənə sual. Evlisən, neçə yaşın var, uşaqların neçənci sinifdə gedirlər? Evli olub ayrılmışam. Neçə yaşım var? 32 yaşım var. Uşaqlar neçənci sinifə gedir? Biri 10-cu sinifə keçdi, biri isə 6-cı sinifə keçdi. Sonra neçə yaşınız var? Onu dediyim növbəti suala keçirik. Bir mesajda yenə 3 dənə sual. Özünüzdə ən sevmədiyiniz xəsiyyət, çoxdur bu mesaj yox. 8 dənə sual verib. Özünüzdə ən sevmədiyiniz xəsiyyətiniz və ən sevdiyiniz xəsiyyətiniz. Ən sevmədiyim xəsiyyətim odur ki, insanlara tez inanıram, tez yaxına buraxıram. Hədsiz dərəcədə. Bu son günlərdə bəlkə də biraz dəyişmişəm. Yəni bunu mən nə qədər zərbə alsam da dəyişə bilməmişəm. Ən sevmədiyim xəsiyyətim budur. İstəsəm belə təzədən yenə insanlara inanıram. Deyirəm bu günah eləyib, bunun bədəlini bu niyə ödəsin? Buna da inanıram, bu ondan da betər belə udar vurur. Belə ən sevmədiyim xəsiyyətimdir. Ən sevdiyim xəsiyyətim isə o xəsiyyətim üçün ölürəm. Kimlərsə bir-birlərinə söyüşürlər, kimlərsə bir-birlərinə ağzına gələn deyirlər və 5 gündən sonra təzədən març davam edirlər. Mən onu eləyə bilmirəm. Məndə kimləsə heç söyüşmə olmasın, kimisə mənə saxtalığım mı deyim, kimisə mən arxamdan vurmağın, arxamdan danışmağın, nəsə belə bir şeylərin gördümsə, onunla da mən o insanı silirəm. Yəni yerli dibli silirəm. Ondan heç sağ olu belə saxlamıram da. O insan mənim üçün ölür gedir. Yəni bu fərqi yoxdur. Ən çox istədiyim insana biraz keçə bilərəm, keçərəm. Amma inanın ki, o keçdim, o demək deyil şeydir. O da çox dəyər verirəmsə. Hardasa elementar bir şeydə o da bitər. Yəni o mən keçdim deyə deyər ki, məndən keçdi falan, o yan bu yan. Amma elə deyil. Hardasa o da gedər. Bir dəqiqə WhatsApp mesajına baxım, cavab verirəm. Bir dəqiqə bunu yazdım, üzülür sayın. Deməli, yəni ən sevdiyim xəsiyyətim budur. Tez aynı silə bilməyim. Siz də elə olunuz. Kimsə sizə zərər verirsə, kiminsə çürüklüyünü görürsünüzsə, onu yanınızda saxlamayın. İnan ki, çürük meyvəni yanınızda saxlamaq bilin ki, sizin bir tərəfinizdə çürüdəcək. Yəni bunu mən sizə deyirəm. Ən sevdiyim xəsiyyətim. Nəysə, keçdik. Sonra təhsil almışsınız, xeyr. Təhsilim orta təhsildir. Orta təhsili belə tamamlamamışam. Sonra bacınız ya da qardaşınız özələ girməyək də. Bir dənə onu deyim ki, bacım yoxdur. Bacım yoxdur. Çox da özələ girməyək. Ən sevdiyiniz rəng. Əvvəllər ən sevdiyim rəng pink idi, bənövşə idi. Bənövşə ümumiyyətlə indi sevirəm, mənim bürcümün rəngidir. Amma indi ən çox fərəhli tapıram ağ rəngdə, boz rəngdə, krem ton rəngdə, açıq rənglərdə. Hər şeyi həmişə belə sevirəm. Baxır nədə də, yəni maşında mı qara rəngli, içi çölü falan. Sonra yazımızda sevdiyiniz çiçək. Çiçəklərin hamısını sevirəm, sevmədiyim çiçək yoxdur. Yəni hamı bilir, əvvəllər məsələn rayonda olanda, ailə olanda həyət evim var idi. İnansız qızlar, orada gülləri o cənnətə çevirmişdim də oranı. Gül əkməkdən qollarım bax bura kimi cırmaq olurdu dükanlarından. Hər növdə gülüm var idi, yəni dırmaşıq, qışda açan, yazda açan. Güllərin hər birini sevirəm. Yasəmən gülünü bir ayrı sevirəm. Sonra belə, yəni çiçək xəstəsiyəm. Sonra görüm nə yazmışsınız? Gəzmək istədiyiniz ölkə. Çoxdur əslində. Çoxdur yəni. Maraqlı ölkə. İmini yəni birini takılmamışam belə. Yəni çoxdur. Sonra nə bürcüsüz ox atan. Bu bir mesajın suallarıydı, onu da deyim. Lolikdə
bacım, bunu qeyrilikdən başqa hansı işdə işləyirsiniz? Mən model işləmişəm. 6 ildir çəkilişdəyəm. Kimlərsə səhifəsi qalxandan sonra bu dəqiqə modellik edir, amma bu qız səhifəsi olmadığı halda işləyib. Çox şükür Allaha, Allah qapımı o tərəfdən yönəltdi. Min şükür, sevdiyim bir şeydir. Bu işdən qabaq salon işlətmişəm. Salon işim olub, dırnaqdır, saçdır, makiyajdır, belə olub. Nə zamansa düşünürdüm ki, o işə qayıdaram, amma bundan sonra düşünmürəm. Bəlkə də çox pulum olarsa salon açaram, sahibi olaram. Sonra mağaza açmağı əvvəllər planımda yox idi, amma indi istəyərəm. Xəyalım qururam, öz şəxsi mağazam olsun. Ondan sonra çəkilişlərdə olaram, sırf öz mağazamı təqdimat edərəm. Belə. Yazmışsınız, burada neçəyiniz yazmışsınız, filan kəsdən küsmüsünüz, filan kəsdən ad çəkmirəm, küsmüsünüz. Qızlar, yanımda mən kimsə olanda, mən ona dəyər verəndə hamınız görürsünüz necə dəyər verirəm. Kimsə mənim arxamdan vurursa, mənim üzümə gülüb arxamca danışırsa, hamıdan mənə danışdığımı bilirdim, məndən amma kiməsə danışırsa, o mənim yanımda ola bilməz. Bu qədər. Başqa sual verməyin o barədə. Niyə yoldaşımdan ayrılmışsan? 10 illik evliliyim olub, ayrılmışam. 5 olmayıb, 3 olmayıb, 4 olmayıb. Az yaşımda evlənmişəm. 10 illik evliliyim olub. Yəni ki, 10 illik evlilik elə-belə şeydən bozulmaz. Kimlərsə qınıyır, haradasa, bilməyənlər. Onu da deyim ki, heç kimi qınamayın bu həyatda. Qınadığınız şeyi yaşamamış, ölmürsünüz. Onun üçün də qınamaq lazım deyil. 10 il. 10 il, yəni 10 gün deyil. Bəzilər kimi, indiklər kimi 5 il, 3 il, 4 il, 2 ay, 3 ay belə deyildi. Yəni 10 il nə deməkdir? Demək ki, 10 il ərzində şəxsiyyət çox qarışmaq istəmirəm. 10 il ərzində nələrsə çox böyük problemlər olub, düzəlməyib ki, belə olub. Öz həyatın haqqında danış. Öz həyatımda da qısa-qısa belə zaten danışıram. Sonra tacir və Səadətlə danışırsan, Səadətlə aram çox yaxşıdır. Hansısa məclislərdə görüşəndə və salonda görüşəndə canımdır, ciyərimdir, xətrini çox istəyirəm. Özünü çox hörmət edən xanımdır. Çox ailə canlıdır. Bunu çox sevirəm. Sözün düzü, hörmətim yəni çox böyükdür. Onun yeri məndə başqadır. Sevgilim var. Niyə boşandın? Nələr çəkmişsən? Telefonla çəkirdim. Yer doldu, keçirdim. Telefonları dəyişdim. Sual cavabına keçirdim. Tək şu ana. Niyə dolur bilmirəm. Bu qədər düşüy silmişəm. Sonra harada qalmışdıq? Bu həyatın haqqında danışdıq. Xanım olaraq mənə nə demək istəyərsən? Nə demək istəyərəm? Salənin Nərgizi. Nərgiz mənə çox şey sağ olsun. Həm Instagramda əziyyət çəkir, vaxt ayırır, orada paylaşır, burada paylaşır, hər yerdə paylaşır. Çox sağ ol, əllərimin dərd görməsin. Dəyərin üçün çox sağ ol həyatım. Həmişə belə də davam elə. Bəzilər kimi 5 gün paylaşıb, 6-cı gün şey eləmə. Hər paylaşacaqsa paylaşma. Sonra ayrılma səbəbiniz övladlarınızın atası ilə. Yəni, tam belə hər şeyi açıqlamaq istəmirəm. Nə də olsa uşaqların atasıdır. Qalsın özəl. Ən sevdiyim insan. Bu həyatda aldığım dərslərdən sonra sizə deyim, hamıya hörmətim ola bilər ətrafımda. Amma mənim üçün özəl olan, özəl qalan, o uşaqların başımın tacıdır. Onlar mənim toxunulmazımdır. Onlar ilk öncə başımın tacıdır. Bu et. Ondan sonra sevdiyim insan, yanımda olan şəxs, arxam olan, dayağım olan, yəni onun yeri məndən başqadır. Bəlkə hansısa həyatımda olmazsa belə, yəni ona o qədər gözəl ürəyə sahibdir ki, ona hörmətim başqadır. Yəni bildiyiniz ona hörmətim başqadır. Ürəyinin gözəlliyinə, xasiyyətinə, məni sevməyinə, hər bir şeyinə. Nəysə, yolun sonundayım, onun ötəyicini düşünmürəm də. Amma yenə də. Bir də Yasemin xanım var. Qızı yaşındayım. Yəni belə deyim ki, o insanın aşıqıyım. O qədər qızlar məni çox istəyir. 3 qızı var. Məni onlardan heç ayırmır. Mənim çətin anlarımda, yəni elə bir güclü imkanı yoxdur, amma ürəyi o qədər bahalıdır. O qədər ürəyi bahalıdır ki, yəni hədsiz dərəcədə mən onu çox istəyirəm. İnşallah gələn sizə göstərərəm. Mən 2 ildir ondan tanıyıram. 2 ildir ona o qədər gözəl ad günündə sürpriz edirəm. Bildiyiniz sevgiliyə elədiyi, yəni güllü, çiçəkli, şam ola bilər, ona sürpriz edirəm. 2 ildir. İnşallah gələn il vlog olaraq çəkəcəm, siz də baxacaqsınız. Gələn il başqa cür düşünürəm. Hər il ona nə qədər demişəm, canımda can var. Onun ad günlərində ona çox fərqli sürprizlər eləyəcəm. Yəni bildiyiniz o qadın məni hədsiz dərəcədə çox istəyir. Öz balası kimi. Yəni bilsə ki, mənim ayağıma, dırdağıma daş dəyib, anində özünü çatdırardı. Yəni sözüm onda olsun, heç kimə mənim sözüm deməz. Heç kim mənim adımı onun yanında çəkə bilməz. Mən bu həyatda qızlardan gördüyüm cındırlığı heç kimdən görməmişəm. Heç oğlan dostlarım mən valla belə görməmişəm. İndi oğlan dostum sağ olsun, hamısı məsafə qoydurublar.
əvvəllər yəni ki, qızların elədiyi paxıllıqlar, sənə misal üçün bu alınırsa, sən bundan qabağa gedirsən, qız səni çox istəsə belə, istərsəməz oyanır qardaşım, nə edirsən oyanır. Xeyri yoxdur da yəni. Vallahi billah xeyri yoxdur. Ona görə qızlardan məsafəliyəm. Vallahi deyərəm, gülərəm, danışaram. Bəsimdir. O qədər udar almışam ki, kimə demişəm ki, sən eləmədi, amma o da eləyib. Ay Allah, ayağım ağrıdı. Ay Allah, eyni suallar verilir. Neçə yaşın var, nə büzdürsən, ən sevdiyin rəng, ən sevdiyin ölkə. Ölkələrin bir çox ölkəni sevirəm. Amma yəni, nə bilim. Neysə, bu oxşar suallarıdır. Bura haradır? Bir necə tanışım, statusunda görmüşəm buranı, amma tanıb soruşanmamışam. Bu sualına gəlib. Onlarda video çəkmişəm, videonu orada çəkmişəm axı, onlarındır. Hə, buna cavab yazın. Yox, mən burada olmaz. Bunda cavabı yazmış olduq. Hə. Sonra adımı deyin Nuray. Qızlar, yazırsınız ki, adımı deyin Nuray, adımı deyin falan kəs. Mən hamısını deyə bilmirəm axı. Mən ona görə video olanmamızla Nuray salam falan şey, o düzgün deyil. Ona görə o şeyləri yazmayın, mən də elə şey deməyəcəm. Sonra, çox gözəl xanımsınız, tək gözəlliğinizlə yox, təmiz qəlbinizlə, səmimiyyətinizlə, danışıq tərzinizlə, bir sözlə bildiyim, sizi YouTube-da gördüyüm qədərilə elə düşünürəm. Elə də ki var, Lohan bacı bildiyim. Bir də bacınız bəyənib. Bəyənəmə bacım deyil ki, sizlə qalır, yoxsa oxşarlıq var burası. Özünün şəxsi evi var. Bəyənən Allah'a çox şükür evi var. Nə vaxt gəlsə onunla çəkərsiniz. İnşallah. İnşallah gələr çəkərəm, gözəlim. Sonra sevgilim var, niyə boşandım? Bu sualı cavablandırmışam. Hə, bayaq burada qalmış, tacir saadəti demişdik. O telefonları dəyişdim deyə suallar qarışdı. Küstüm səndən adımı çəkmədim Günəş çəkməyəcəm. Heç bir adı çəkməyəcəm. Ailə həyatını neçə yaşında qurmuşsan qızlar? Evdən veriblər onu 17 yaşında. 17 yaşında qurmuşam. Tez ailə qurmaq heç kimə məsləhət görmürəm. Çünki mən öz istəyimlə olmayıb, evin istəyinlə olub. Və bu tez ailə həyatından bircə dənə mükafatım var. O da Həsən Hüseyndir. Çünki maşallah Hüseyn boyuna baxanda boyumdadır. Bir dənə yaxşı tərəfi odur. Başqa heç bir yaxşı tərəfi yoxdur. Gözəl gilə niyə getmirsən? Onunla niyə vlog gəlmir? Ay qızlar, gözəl olur rəsimdə. Mən oluram Yasamalda. Mən hər gün çəkilişim. Mən uşaqlarıma vaxt ayıramıram. Yəni olmur qızlar. Amma bu günlərim qeyd edeyim ki, ad günü var. Pərvanənin ad günüdür. Bu gün sizə polnuca bax, evin işi də qalıb. Oradan bunu söndürəndən sonra sizə o qəşəng vlog çəkəcəm. Sabah üçün. Bunu indi burada paylaşacağım. Bugün paylaşacağım sual cavabı. Sabah üçün də qəşəng buradan başlayacağım. Vloga vaxtım var. Bu günlərin bir dənə Sakuran çəkilişi var. Onu da axıra saxlamışam. Gedəcəm Sakuran çəkilişini edib, oradan da ad gününə gedəcəm. O pis çəkilişlərim yoxdur. Nəysə, belə. Manifesti tanıyırsan, o kimdir bacı qrupa? Ən sevdiyin rəng, ən sevdiyin gül, bunları demişəm axı mən. İstədiyin ölkə, bu arada qızam, səni çox sevirəm, Salibə, çox sağ ol. Eyni sualları təkrar eləməyim. Ən sevdiyin qız adı. Belə özəl olaraq bir qız adı yoxdur. Ata və ananız sağdır, bəli. Neçə yaşınız var? 32 demişdim. Evlisən və mələk deyib ürək tut. Heç nə deməyəcəm. Çünki birini desəm hamını deməliyəm. Niyə yoldaşınızla ayrılmısan? Bu təkrar suallardır. Uşaqlar niyə göstərmədi? Makyaj ləvazimatları hardan alırsan bu qədər? İnşallah bax alanda da çəkərəm. Makyaj yerində də çəkərəm qızlar. O elə o qədər xırda işdir ki, inanın ona çatdıra bilmirəm. Mən yazığı vlogu gücdən çəkirəm. Uşaqları niyə göstərmədin? Əvvəl oğlum dedi, beynimə saldı. Anam mənə göstər, anam göstər. İndi o da heç belə təkmirdar. Neysə. Deyirəm, göstərməmişəm indiyənə kimi, sonra peşman olaram. Yəni, nə bilim, göstərməmişəm də. Özəlim olublar, özəl saxlamışam. İstəmirəm. Hələ ki istəmirəm, bilmirəm. Bəlkə də sonra fikrimi dəyişərəm. Salibə bacı, nə olar, mənim adımı çək. Deməyim belə, YouTube-ya hansı qərarında açdım. Belə deyim sizə. Gözəl çəkildi, sözünüzü gözəl də gördüm, həvəsləndim. Sonra dedim ki, gözəl, mən də çəkəcəm, mən də bəs şey deyərsən. Dedi ki, hə, başüstə problem yoxdur, sən də başa salaram. Belə, bir neçə ay öncə bunu demişdim. Neçə ay söhbəti getdi, hər dəfə açacam ki, sonra mən gözəl gedə bilmədim belə. Yəni, getməliydim ki, açsın, vaxt, zat düzgün gələnmirdi. Axırı günün bir günü toqquşduq, o toqquşmada bərk toqquşuldu. Bütün sirlər də həmən gün açıldı, neysə. Belə, sonra açdım. Eyni sualları verim sizi.
24 saat arabada qızdır, mən onu eləyə bilmərəm. Arada maşında 24 saat çəkilişini eləyə bilmərəm. Niyə arayı? Sadətlə niyə arayı yox? Sadətlə aramaq belədir. Amma yəni gediş gəlişim yoxdur da. Belə gedəm, gələm. Allah xeyir işin qismət eləsin, gedərəm. Ondan sonra harada gördüm valla canım necədimdir. Uşağımız var. Necə yaşınız var? Xəyanət kinosundan niyə tez ayrıldın? Elə yazılmışdı. Onu bilmək olmur ki, yəni. Son günə kimi bilmirsən ki, uzadırlar, kəsirlər, neynirlər. Bilmək olmaz. Bəlkə də sezon gələndə təzədən yenə Aytac obrazı ilə, başqa bir şey ilə Aytac yenə davam eləyər, Mahirsiz davam eləyər. Heç nə bilə bilmərik. Görəcəyik, yəni. Ola bilər, olmaya da bilər. Sonra eyni təkrarları fırladıram. Bir sualdan çox vermişsiniz. Necə oldu platformaya gəldiniz? Qızlar, yenə qeyd etdiyim kimi, mən neçə ildir çəkilişlə məşğul idim. Model işi deyilək ki, yəni Instagramın sosialım olmalıdır. Mən də sosialım var idi, amma özümə görə belə, sırf belə postluq falan belə şeylər paylaşmırdım. Sonra səhifəni təzədən, o səhifəm ola-ola təzədən səhifə açdım. Təzədən səhifə açdım sıfırdan, başladım ucuz şəkillər falan çəkdirməyə, yerləşdirməyə, qəşəng məkanlarda falan, nəsə belə. İndi vaxt eləmirəm, elə əyləncəli şeylər çəksəm, daha çox belə şey olar. Dünən salona getmişim saçımı rəylətdirməyə, qız əvvəl bilirdi də, makiyaj falan elətdim, qəşəng videolar çəkdirdim, deyir, necə çəkdirmirsən? Deyir, inanırsan vaxt olmur. Evdə evin işi, çöldə çəkilişlərim, gün ərzində gücünə yerləşdirirəm də. Mən şu gərək əlavə 6 bazarımdan falan vaxt ayırım, gedəm elə bir özəl çəkiliş eləyəm. Sizə sevirəm adımı deyə bilərsiniz, adımı deyə bilmirəm. Neçə yaşı var, sən neçə yaşı var? Oğlanların neçə yaşı var? Birinin 15-in içindədir, biri 11 tamam elədi. Gözəl bacı ilə necə ildi dostuz? Bir ildi. Səsim yavaş da çıxır, yoxsa yenə də yox. Yoldaşınıza ayrılmışsınız. Bu sualları vermişəm axay qızlar. Yuxarıda görmürsünüz. Ailə həyatı qurdun sonra niyə ayrıldın? Bir də uşaqların uzun niyə göstərməm? Eyni suallardır. Ofelia Aliyevanı tanıyırsanız sosialdan sadəcə. Bu cünədə oxatanını da demişdim. Biri var, onunla evlisiz. Evli deyiləm, olarım inşallah. Əslində elə şey düşünmürdüm, amma indi şey düşünürəm. Ciddən. Heç vaxt elə şey ikinci ailə düşünmürdüm, amma indi düşünürəm. Neçə yaşınız var? Ay can, video çəkirəm ömrüm. Nə istəyirsən? Demə, həyata ikinci dəfə gəlmə şansınız olsa, nə istəməzdiniz? Erkən evliliyi istəməzdim. Mən həyatımı özüm yazmağımı istərdim. Kimlərinsə yazmağını istəməzdim. Mənə yazılan həyatı zaten mən sildim. Özümə həyat yazdım. Qurban Allaha, Allah da yanımda oldu. Belə. Adım çıxdan deməyində belə bir neçə yaşında anlamadım. Oğlu niyə göstərmədi? Eyni şeylər. Ana atanız sağdır, bəli sağdır. Gözləri rəngi qəhvəyi. Artıq qalmağına görə nə edirsiniz? Əməliyyat olmuşsunuz. Arıq qalmağına görə nə edirsiniz? Əslində yeni başlamışam yeməyə. Yemirəm qızlar. Çörək, şirniyyat deməlim ki. Şirniyyat, belə yeməyi yerəm. Yəni şirniyyatı artıq yeyəndə kökəlirəm. Kökəlmə verir. Şirniyyatı stop verən kimi düşürəm. Əməliyyatda ki, liposaksiya əməliyyatı olmuşam. Başqa bir əməliyyat olmamışam. Keçəsən. Keç. Bir dənə liposaksiya əməliyyatı olmuşam. Sonra bacınız, qardaşınız, bacım yoxdur. Ən böyük arzunuz nədir? Hansı serialdır? İzləyirsiniz. Hansı serial? İzləmirəm. Belə televizora baxara bilərəm ki, serialda izləyim. Gələsəncə götür, çıx tez. Sonra ən yaxın rəfiqəm. Yoxdur. Rəfiqəm yoxdur. Rəfiqədir yəni. Neçə yaşınız var? Allah dediyi canım səni yorumlayın. Ona görə. Sonra bu qədər. Bitti. Suallar. 96 dənə sual. Bəzilərini demədim, təkrar vermişdiniz eyni sualları. Ona görə onları təkrarlamağın adı yoxdur. Şəxsiyə də çox girməyi sevmirəm. Hələ açdım. Xətlərimi açdım. Belə qızlar. Sonra nəsə lazım olsa yorumda yazarsınız. Orada da çalışdığım qədər cavablandırıram. Belə. Sonra belə
Belə qızlar, gedim videonu editləyim, sizlər üçün düzəldim, paylaşım, açanda gözlədiyiniz bir də sualca. İndi də bunu bitirəndən sonra paylaşım, başlayayım evi təmizləmə vlog çəkim sizlər üçün, ad günüm falan hamısını, sabahlarımı inşallah paylaşaram. Hələlik deyirəm, istədiyiniz sözləri yazırsınız. Neyse, qısa da olsa, yəni sual-cavab videosuydu maksimum. Bu qədər sabahlarım, amma indi sizə böyük bir vlog gələcək. Çünki evi təmizləməyimdən başlayıram. Hər bir şeyi çəkəcəm sizlər üçün. Tamam qızlar. Öpdüm. Hələlik yorumlarda aktiv olun ki, mən də sizə baxıb həvəsləndim. Sağ olun.